Məqsəd, yönümlülük, iradə gücü məsələsi çox fərqli faktorlardan ibarətdir. Bu çox kompleksli bir yanaşmadır. Bu fərqlərlə də sübut olunub bir çox araşdırmalarda ki, bir çox bizim beynimizdə baş verən reaksiyalar iradə gücü ilə də bağlı olan məsələlər belə, onlar genetik ötürülən məlumatlarla bağlıdır. İkinci məsələ bizim böyümə tərzimiz, hansı mühitdə biz böyümüşük, bizə necə yanaşıblar 0-6 yaş aralığında, nə qədər biz o qayğını görmüşük, ehtiyaclarımız qarşılanıb, nə qədər biz dinlənilmişik, nə qədər bizim təşəbbüskarlığımız uşaq vaxtı dəyərləndirilib ətraf mühit tərəfdən. Əgər çox az dəyərləndirilibsə, bizim yeni bir məqsədlərə getmək yolunda hər zaman bariyerlərimiz olacaq. Bunun üzərində təbii ki, psixoterapiya ilə işləməyəcəksə. Çünki 0-6 yaş aralığında ya bizdə valideynlərin bizə olan yanaşmasından asılı olaraq bizdə güclü təşəbbüskarlıq, iradə gücü formalaşır, ya da utanc, günahkarlıq hissi formalaşır. Hansı bir keçirilən travmatik hadisələr ola bilər. Travmatik hadisənin nəticəsində beyində mənfi reaksiyalar dəyişir. Məsələn, posttravmatik stres pozuntusu həyata keçirdi uşaq vaxtı, yeniyetməlik dövründə və o qədər artıq bədənində, beynində o oturub ki, bu insanın enerjisi çatmır, fiziki enerjisi çatmır yeni bir şey etmək üçün. İstəyir nəsə etmək. Amma onun keçirdiyi travmatik hadisə və onun üzərində işləməməsi ona çox mane olur. Bariyerlər yaradıb ciddi bir böhrana düşə bilər. Və o qətiyyətlilik, məqsədyönlülük o böhrandan çıxmaq istəyi ilə bağlı ola bilər, sağ qalmaq üçün.